Peyğəmbər salavatullah bir hədisində Qədr gecəsini Allahın hədiyyəsi kimi qəbul eləyib. Allahın hədiyyəsi olduğunu deyib. Bəzən hədiyyə verildiyi əşyanın qiymətinə görə deyil, verən kimsənin qiymətinə görə hesablanır. Həzrət buyurur ki, Allah mənim ümmətimə Qədr gecəsini hədiyyə olaraq ərməğan etmişdir. Keçmiş heç bir ümmətə belə bir Qədr gecəsi təqdim edilməyibdir. Başqa bir hədisdə İmam Cəfər Sadiq əleyhissalam buyurur ki, hər kəs Ramazanın 23-cü gecəsi Ənkabut ilə Rum surəsini oxusa, İmam and içir, and olsun Allaha, o mütləq cənnət əhlindən olacaqdır. Bu da onu göstərir ki, bəzi surələrin Qədr gecəsi ilə xüsusi bağlılığı vardır. Qədr gecəsinin nə üçün Qədr adlanması haqqında da müxtəlif versiyalar var. Qədr ona görə Qədr gecəsi adlanır ki, birincisi çox qiymətli olduğuna görə, ikincisi Qədr sıxlıq deməkdir. Məsələn, ərəblər qazana qıdır deyirlər. Xörək bişirdiyimiz qazana nə qədər nemət doğranılır, tökülür, onlar orada sanki bir-birinə darısqallıq yaratmış olurlar. Yəni Qədr gecəsi ona görə bu adı alıb ki, ərşin mələkləri o qədər enər ki, yer üzünə, onlar bir-birlərinə sıxlıq yaradarlar. Ona görə Qədr belə adlanıb. Və digər əlbəttə ki, başqa adları da vardır. Qədr gecəsindən məhrum olanlar nədən məhrum olurlar? Peyğəmbərimizin, imamlarımızın hədislərində öz əksini tapıb. Birincisi, tövbə və bağışlanmadan məhrum olanlar. İkincisi, Allahın rəhmətindən uzaq düşmüş olanlar. Üçüncü məhrumiyyətləri budur ki, əziz möminlər, yaxşı taleydən məhrum olanlar. İmamlarımız buyurur ki, Qədr gecəsini əhya eləməmək, onun üçün yazılacaq yaxşı təqdirdən, taleydən məhrum olmaq deməkdir. Peyğəmbər buyurur, bədbəxt o şəxsdir ki, bu əzəmətli ayda Allahın rəhmətindən özünü məhrum etmişdir. Başqa bir hədisində hərfən ərəblərdə məşhur bir ifadədir. Rağimə ənf, insanın burnu yerlə sürünsün. Yəni bəlkə də belə tərcümə eləmək olar ki, bədbəxt o şəxsdir ki, məhrum olmuş o şəxsdir ki, Ramazan ayına daxil ola, Ramazan ayından xaric ola, amma özünü bu ayda bağışlatmaya. Deməli, Qədr gecəsinin bizim taleyimiz, bizim həyatımız üçün bu qədər önəmi vardır.